Hanımlar ve canablar, cəmi 2 dəqiqə sonra bütün suallara cavab verəcək qəhrəmanımız səhnəyə çıxacaq. Siz onu çox yaxşı tanıyırsınız. Amma qonağa əvvəlcə biz 3 ənənəvi sual verəcəyik. Bir dəfə də açmadım kitab, restoranda daha ödəmirəm hesab. Siz bugünkü fanatlarınızın nə, niyə və necə suallarına cavab verə biləcəksiniz? Cavablar qısa və lakanik olmalıdır. Fanat sözünü sevmirəm, amma çalışacağım əlimdən gələni eləyim. Siz bu iddia ilə razısınızmı ki, iştirakçılara, fanatlarınıza hansı şəraitdə olmağının aslı olmayaraq, düzgün olmayanı, yəni yalan demək olmaz. İddiaya varıqsa, olmazsa olmaz. Çəkilirsə şəkil, tez artır çəkil, sanki uçuram ayağım. Söz verirsinizmi ki, bütün suallara daha sərbəst və səmimi cavab verəcəksiniz? Elədir ki, var. Və əsas məqam, sizin 3 suala cavab verməmək haqqınız var. Ancaq 3 dəfə. O da baş üstə. Alqışlarınızla qarşılayın. Hər zaman formada olan, öz üzərində daim çalışan, zövqlü musiqiçi və Dövlət Sərhəd Xidmətinin kapitanı Elnarə Xəlilova. Hype'ım var, Insta'da milyon like'ım var. Yayın məlumat, sarı mətbuat, adıma şəxsi saytım var. Ömrümdə bir dəfə də açmadım kitab, restoranda daha ödəmirəm hesab. 2 gün xaricə getdim, gəldim, öz dilimdə danışanda çəkirəm əzab. Verilişin ənənəsinə görə siz özünüzü auditoriyaya təqdim etməlisiniz. 1 dəqiqə vaxtınız var. Vaxt getdi. Elnarə Xəlilova Sabit qızı. 1981 oktyabr doğumlu. 144 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Dillər Universiteti məzunuyam. Milli Konservatoriya məzunuyam. 4 övladım var. Yerdə qalanı da bilirsiniz. Xanımlar və canablar, indi də sizin suallarınızı eşidək. Mənə çox maraqlıdır ki, ən dərin duyğularınızı hansı mahnıda gizlətmisiniz? Maraqlı sualdır. Əslində bu sual ətrafında mən burada saatlarla danışa bilərəm. Məsələ burasındadır ki, bir mahnının adını çəksəm yalançı olaram. Çünki hər mahnının öz tarixçəsi var. Biz öz dinləyicimizlə, öz tamaşaçılarımızla, mahnılarımızla söhbət edirik. Biz sizə, gənclərə vermək istədiyimiz mesajı mahnılarımızda ötürürük. İstəyir bu vətənpərvərlik mövzusunda olsun, istəyir ana mövzusunda olsun, istəyir sevgi mövzusunda olsun, ayrılıq olsun və s. və ilaxır. Hər nəsə bizi nə narahat edirsə əslində, çox diqqət etsəz, zaman-zaman hansı repertuara, hansı mətnlərə müraciət elədiyimizə çox diqqət yetirsəz, siz əslində vacib deyil ki, kimsə bizdən müsahibə alsın, biz də deyək ki, hal-hazırda biz nə yaşayırıq? Əslində biz mahnılarımızda onu deyirik. Ötən il ifa elədiyim, DJ-lərimizin təqdim elədiyi əsl Elnarə mahnısı belə təqdim edirdilər radioda məni. Özüm eşitdim də çox da xoş oldu mənə. Günə baxan mahnısı, musiqisi Məryəm Əlibəyli. Axı sən günəşsən, mən günə baxan. Bilmirəm, klipi görmüsünüz, görməmişsiniz, orada oğluma ithaf edirəm onu. Sən günəşsən, mən günə baxan. Yəni, övladım mənim günəşimdir, mən də ona baxıram, mən də onun günə baxanıyam. Yəni, əslində biz bütün o mətnləri mahnılarımızda veririk. Diqqət eləsəz, hamısını özünüz şərh edib özünüz üçün aça bilərsiniz. Ey darıxıram, mən karıxıram, ay mənim yandırıb yaxan. Mən sənə niyə baxıram, axı sən günəşsən, mən günə baxan. Alqışlayaq. Mən Xədicə Baxışlı. Siz həm anasınız, həm sənətkar, həm də müəllimə kimi fəaliyyət göstərirsiniz. Və mənə maraqlıdır ki, siz bu məşğul günü necə yola verirsiniz? Bu gün temposu sizin üçün necə keçir? Yəni çox maraqlıdır. Çox düzgün seçilmiş sözlər və ifadələr idi, yola verirsiniz. Çox düzgün idi. Misal üçün, bugün mən bura gəlmək üçün baxmayaraq ki, səhər saat 7-dən ayaqdayam. Evimin bəzi işlərini gördüm, çıxdım. Bəzi yer yığışımı elədim, qab-qacağımı yudum,
bəzi özümə aid lazımlı işlər. Telefon da sakit durmur. Telefonda bilirsiz nə kimi dünyanın işini görürəm telefonda. Amma yemək bişirməyi çatdırmadım. Bu nədir? Yola verməkdir. Bu gün uşaqlar ac qalacaq. Yox, əlbəttə ki, ac qalmayacaq. Birazdan qızım dərsdən gələcək. Universitetdədir, sinifli tələbədir. Hə, maması qurban. Maması yazacaq ona. Ay qızım, ay gör nə tapırsan orada qreçkadan da. Nəsə bir şey. At qaynasın. Təşəkkür Yəni, edirik. bax belə. Alqışlayaq dostlar. Əgər Azərbaycanın retro müğənnilərindən, məşhur müğənnilərindən biri ilə duet etmək şansınız olsaydı, kimi seçərdiniz? Çox gözəl sualdır. Təşəkkür edirəm bu sualımıza görə. Bilmirəm məlumatınız var ya yox. Artıq çox məşhur retro ifaçılarımızdan biri Respublikamızın xalq artisti Sərxan Sərxanla mənim duetim var. Eşitmisinizmi? Rastınıza çıxmayıb. Ev yox, bari bugün gedin, açın baxın. Açın o YouTube-u, izləyin. O dueti var. Və məşhur xanəndəmiz, xalq artistimiz Mənsun İbrahimovla da çox maraqlı bir duetimiz var. Əgər izləməmisinizsə, mütləq bugün gedin, izləyin. Nəyə görə izləyin deyirəm? Ona görə yox ki, orada mən varam. Məni izləyin, məni dinləyin. Ona görə demirəm. Çünki bu bizim mədəniyyətimizdir. Yəni adlarını çəkdiyim sənətkarlar bizim korifey sənətkarlarımızdır. Amma bugün səhər mən bu çəkilişə gəlməzdən öncə bir yaxşı insan, yaxşı dost, çox yaxşı sənətkar, bəstəkar Ülkər Aşurbəyli mənə link atdı. Yazdı ki, Elnarə xanım, Aydın müəllimin söhbət Aydın Əzimzadədən gedir, bəstəkar. Nəhayət ki, biz mahnılarını platformalara qoyduq. Bu linki sizə atmışam, qulaq asın. Və üzümüzə gələnin 80 illik yubileyi olacaq Aydın müəllimin. Və başladım, linki tıkladım. Dalbadal oxuyur da kimlər oxuyur. İkinci trek Flora Kərimovanın ifasında Ağ Tut mahnısı. Gedin bugün mütləq ona baxın. Flora Kərimova akademik ifaçıdır. Akademik ifaçıdır. Vokalçıdır, yəni o muğam xanəndə deyil. Siz mahnıya qulaq assınız o 7 dəqiqə. Siz görərsiniz ki, o adam xanəndə olmaya necə gözəl o vokal imkanlarından istifadə edib, o muğam ladlarının keçidlərini orada necə gözəl verib. İnanırsınız, vuruldum, aşiq oldum da mən o mahnıya. Ən böyük arzularımdan biri Flora xanımla duet oxumaqdır. Təşəkkür edirik və tamaşaçılar arasında kiminləsə indi duet oxuya bilərsiniz Elnarə xanım? De. Əl qaldırır. Dur görüm, bala dur. Nə oxuyasın? D mahnısını duet oxuya bilərik. Oxuya bilərik. Gəl bir misra səndə, bir misra mən. Unut məhbəti, dedin mənə Ya da salma ötənləri dedin mənə, necə unudum mən sənin bu sözünü. Hərdən unuduram, özümü görmək istərəm sənin nur saçan gözünü. Öpmək istərəm sənin gülər üzünü də, necə unudum mən sənin bu sözünü. Hərdən unuduram, özümü Təşəkkür edirik və alqışlayaq dostlar. nur saçan gözünü. Kanallıqdayıq. Öpmək istərəm səni. Gecə sözüdür, dedin mənə son görüş bunu sən. Dedin mənə unut məhəbbəti, dedin mənə yada salma ötənləri, dedin mənə. Dediniz ki, hansı məşhurlarla duet oxumaq istəyirsiniz, amma sizin əvvəlki duet ortağınız Röyanın və Natavanın adını çəkmədiniz. Onu soruşacaqdım ki, hələ demə aranızda qarmaqal var. Bir də siz axı Instagramda təzəlizə şəkil paylaşmışdınız, üçünüz birlikdə, yoxsa hələ də barışmamısınız? Bu söhbət korifeylərdən gedirdi də, yox. Yoxsa başlaşmayım. Korifey sənətkar siz dediniz də, dediniz ki... Retro, köhnə retrolardan dedi. Yəni o da Röya xanımda, Natavan xanımda, onlar sizlə... Retro sənətkarda olar. Biz sizin barışmanızı istəyirik, çünki siz üçünüz birlikdə çox gözəl işlər yaratmışsınız və indi isə küçülüsünüz, Mən çox maraqlıdır. onlarla barışmayacağam. Röya və Natavanla barışmayacağam. Barışmıram da qardaş, barışmıram. Bilirsiniz niyə? Sizcə
Çünki mən küsməmişəm, bəli. Alkışlayaq dostlar. Kısa ve lakanik cevap. Elnara xanım, sizin bir mahnınız var, Təlqin. Mən ona uşaqlıqda qulaq asırdım o mahnıya. Və qorxurdunuz. Uşaq vaxtı qorxurdum, amma başa düşmürdüm. İndi böyümüşəm, qulaq asıram və yenə qorxuram. Bunun sirri nədədir, onu mənə deyə bilərsiniz? Qəşəng, qəşəng. Mən də qorxuram, əlbəttə ki, hamımız qorxuruq. Biz günah eləməkdən qorxuruq, haqq yeməkdən qorxuruq, kiminsə haqqına girməkdən qorxuruq. Belə şeylərdən həqiqətən də qorxmaq və çəkinmək lazımdır və Təlqin kompozisiyasında sözlər Quran ayələrindən misallardır, sitatlardır. Odur ki, o vaxtı da dərk etmədən də qorxmusunuz mahnıdan. Bugün artıq dərk edib qorxursunuzsa, qorxuruqsa, özümü də qatıram o siyahı, nə xoş bizim halımıza. Bu deməkdir ki, biz ömür sürdükcə yaşadıqlarımızdan nəticə çıxardırıq, dərs alırıq, qorxmağa davam edirik və özümüzü və səhvlərimizi düzəldirik. Bu çox yaxşı əlamətdir. Təbrik edirəm. Mən Aytac Ağazayda. Buradayım. Ay Allah, hardasan bala? Burada. Oy. Sualım belə olacaq Elnara xanım. Əslində sizin özünüzü təqdim eləməyinizi istəyəndə bu sualı eşitmək istəyərdim özünüzlə bağlı. Ki sənətə necə gəldiniz? Tarixi biraz əvvələ aparsaq. İndi bu sualı vermək istəyirəm ki, Elnara xanımı sənətə gəlməyə ilhamlandıran nə oldu? Çox təşəkkür edirəm sual üçün. Çox maraqlı sualdır. Bəlkə də az-az mən bu suala belə ətraflı cavab vermişəm. Sənətə gəlməkdən gedirsə söhbət, ilk dəfə 93-cü ildə elə bizim dövlət televiziyamızın arxivində 100% var o kadrlar. Bənövşə uşaq xorunda, Allah rəhmət eləsin, Əfsər Cavanşirovun rəhbərliyi altında mən artıq sənətə gəlmişdim. Amma sonra təbii ki, universitetə hazırlaşmaq filan, təbii ki, mən səhnədən ayrıldım. Ondan sonra qayıdışım 99-da baş verdi və ilk dəfə yenə də dövlət televiziyasında Qızıl Açar mahnı müsabiqəsində mən laureat oldum və ondan sonra artıq Vaqif Qərəzadə ilə tanışlığım baş verdi. Hardasa bir il mən Vaqif müəllimin bir il ərzində bütün tədbirlərində, onun yaradıcılıq gecəsində Heydər Əliyev adına Respublika Sarayımızda canlı caz bəndlə çıxış elədim. When I Fall in Love adlı mahnını ifa elədim. Təxminən bir il ondan sonra artıq W Trio qrupu yarandı. Ondan sonra da yəqin ki bilirsiniz. Qrupda fəaliyyət, sonra solo karyerama başladım və bugünə kimi də gəlirəm, davam edirəm. Teşekkür edirik. Elnara xanım, bildiyimiz kimi musiqiçilərin hamısı bütün mahnılarını studiyada səsləndirə bilmirlər. Sizin də belə studiyada səsləndirə bilmədiyiniz, amma ən çox peşman olduğunuz hansı mahnınız var? Çox maraqlı sualdır. Məşhur mahnı var. Hardasa 3 il öncə reliz oldu. Səndən ötəri. Sözləri Qəşəm Nəcəfzadə, musiqisi Fərid Həsənzadə. Bəlkə bir gün yolum düşər bizə tərəf, bizə sarı, onda yerdən götürərsən həmin sarı yarpaqları. Adətən mən səs yazma studiyasında 20 dəqiqəyə yazılıram. 1 yaxud 2 dublə. Yazılıram, çıxıram. Çünki mən səs yazma studiyasına hazır gəlirəm. Gəlib orada öyrənmirəm mahnını. Yazdıram, çıxıram da, yəni əsl peşəkar kimi. Bu mahnını, bu səndən ötəri, bu mahnı mənə od qoyub. Bu mahnını 2 il ərzində 3 dəfə girmişəm studiyaya. Birinci dəfə girdik, yəni səsimi yazan Alek, bəstəkar da yanımda. İzləyəcəklər, görəcəklər. Çünki bəstəkarsız mən yazılmıram, bəstəkar müəllifdir. Mütləq o orada öz hissini, həyəcanını anlatmalıdır, deməlidir ki, orada nə demək istəyib. Öz başına eləmirəm heç vaxt, bəstəkarla yazıram. Oxuya bilmirəm. Oxuya bilmirəm də, mahnını alındıra bilmirəm. O gəlir, bir yeri var, orada səsim qəribə belə boşluğa düşür. Beyin bilir nə eləmək istəyir, amma beyin komandanı verir, səs icra eləyə bilmir. Dedim, yaxşı, gedək, başqa vaxt yazılaram. Nəsə, getdik bir 6 aydan sonra, bir də yığışdıq, gəldik yazılmağa. İkinci dəfə də yazıla bilmədim.
Dedim, yo, bu nəsə burada bu sir var, bu mahnı yaman gələcək deyəsə, bu gəliş yamandır. Ondan sonra da getdim, bilməm, yadımda deyil, 8-9 aya bir də qayıtdım mahnı. 2 il ərzində 3 dəfə girdim. 3-cü dəfə, axırı ki dedim, Elnara, bu atalar işdən deyir, bir də oxudun, oxumadın, oxuma tay, bundan sonra oxuma. 3-cü dəfə girdim, o mahnını oxudum. Çox çətin mahnıdır yeri gəlmişkən, çox qəliz mahnıdır. Amma mahnı həqiqətən də öz sözünü dedi. Bir ay boyunca iTunes adlı musiqi platforması var da, tanımamış olmasın. Təsəvvür edin, bir ay boyunca yerli ifaçılar arasında, nə qədər yerli ifaçılarımız var, maşallah, dünyaya meydan oxuyurlar. Siz məndən də yaxşı bilirsiniz, trendlərdə filan. Bir ay boyunca mahnı birinci yeri qorudu, saxladı yükləmələrə və dinləmələrə görə. Bunu mənə çalışdığım label bu məlumatı mənə ötürürdü. Mən çünki vaxtım olmur maraqlanmağa statistik məlumatlarla. Amma onlar mənə bir ay boyunca bu məlumatı ötürdülər ki, Elnara xanım, mahnı bir aydır birinci yerdədir yerli ifaçılar arasında səslənən və izlənən və dinlənən bütün mahnılar arasında. Odur ki, mən onu 3 dəfəyə yazmışam. Alqışlayaq dostlar. Bizə sarı o da yerdən götürərsən əmin sarı yarpaqları. Bu sahədə sizə stimul verən və ilhamlandıran ifaçılar kimdir? Söhbət Azərbaycan yerli ifaçılarından gedir, yoxsa dünya ifaçılarından? Ümumiyyətlə, dünyada olar, Azərbaycanda. Təşəkkür edirəm, çox sağ olun. Mən sizin yaşda olanda, 19-20 yaşımda təxminən, o vaxtı Whitney Houston'un I Will Always Love You mahnısı hamımız dəli eləmişdi də o mahnı. Hamımız yəni o mahnının eşqi ilə yaşayırdıq. Hər yerdə, bütün universitet tədbirlərində, hər yerdə mən o mahnını ifa eləyirdim. Allah rəhmət eləsin. Bütün gözəl, dahi sənətkarlara rəhmət eləsin. Bugün də var. Xarici ifaçılardan da var. Azərbaycan yerli ifaçılardan da var. Sevdiyim, bəyəndiyim, sənətinə hörmət elədiyim, qoruduğum, həqiqətən üfrə-üfrə, necə deyərlər. Çünki zər qədrini zərgər bilər. Yəni, mən bilirəm ki, əslində onlara necə yanaşmaq lazımdır. Misal üçün, mən Jessie J'in ifalarını bəyənirəm. Eşitdimsiz? Hə, təbii ki, məşhur olan, populyar olan pop musiqi janrından söhbət gedirsə, adı üstündədir, popdur bu, pop. Və səhnədə ifa olunan hər bir mahnı, pop olsun, rock olsun, caz olsun, blues olsun, folk olsun, janrına görə dəyişir. Amma hamısı estradada, yəni səhnədə ifa olunur. Sənətə qalanda, mən musiqiçiyəm, mənim qulağım eşidir. Ona görə də, məsəl üçün, Jessie J mənim üçün bugün gənclər arasında əjdahadır ifaçı olaraq, bütün dünyada. Təşəkkür edirik. Mənim sualım budur ki, Elnara xanım, bir ifaçı kimi səhnədə ən utanc verici anınız hansı olub və bunu tamaşaçı hiss edibmi? Hiss elətdirmişəmmi? Bəli, bəli. Çox maraqlı sualdır, bəli olub. Biz ifaçıların başına səhnədə dahi nələr gəlmir. Nə desən gəlir də başımıza. Bir dəfə heç yadımdan çıxmaz, dəniz qırağında konsertdə idim və səhnəni diktlərdən hazırlamışdılar. Diktlər də üstü qlians olan belə sürüşkən diktlər idi. Çoxdan olub, 20 ilin söhbətini edirəm. Mən də heç nə diktabanda oxuyuram da özüm üçün. Allahdan lirik mahnı oxuyurdum. Mənim bir mahnım var, olsaydın. Dönüb yağış olsaydın, yağardın üstümə. Belə maraqlı mahnıdır. Ritmik mahnı olsaydı 100% biabr olmuşdum, 100%. Heç nə gördüm ki, sağ ayağım sürüşür, başa düşdüm ki, yıxılıram və çox səliqəli şəkildə uzandım. Hə, yəni başa düşən düşdü, yəqin ki, mən yıxılmağımı, yəqin ki, tutan tutdu. Like tutmayanlar komment məsələsi o vaxt yox idi da sosial şəbəkə. Hə, amma tası ki, mən özlüyümdə mənim başqa vəziyyətdən çıxış yolum yox. Ya mən tarapıltı ilə yerə dəyməliydim, bildin, nətə şart sərələnməliydim yerə. Ya da ki, uzanmalıydım. Mən də özümü elə apardım ki, göz zadımka belədir, mən burada uzanmalıyam. Uzandım, başladım uzanan yerdə oxumağa, təbii ki, sonra qalxdım ayağa. Amma indi o vaxt o izləyənlər qalıbsa, onlar bəlkəm də başa düşüblər, bəlkəm də düşməyiblər, nə bilim, bilmirəm. Belə olmuşdu, belə bir hadisə. Alqışlayaq, təşəkkür edirik.
Məşhur bəstəkar, xalq artistimiz Vüqar Camalzadə ilə dostluğumuzu necə qiymətləndirirsiniz? Çünki biz də onun tələbələriyik və yeni mahnılarınız gələcəkmi? Əməkdar incəsənət xadimi Vüqar Camalzadə ilə çox uzun sürən bir dostluğumuz var. Nə xoş mənim halıma ki, bugün biz həm həmkarıq, həm musiqiçi dostumdur o mənim. Ailəvi tanışıq və çox şadam ki, bugün mən ondan hər mövzuda məsləhət edə bilərəm. Təbii ki, söhbət əsas etibarilə musiqidən gedir. Hətta ötən il, bilmirəm, xəbəriniz oldu olmadı, mən Məhəbbət payının başına bir oyun açdım. Bilmirəm, gördünüz, görmədiniz. 2024-ün yanvar ayında Məhəbbət payım 3, yəni 2 versiyasını eşitmişdiniz. Birinci, ilk versiyası soft rock idi. İkinci versiyası ad libitum, akustik versiya idi ki, ona klip çəkildi. O partdadır, o məşhurdur, bugün də məşhurdur, sevilir. Bu artıq 3-cü, 20 ildən sonra yenidən o mövzuya mən müraciət etdim və 3-cü versiyası idi Məhəbbət payımın. Musiqiçi var aramızda. Musiqiçilər əlini qaldırsın görüm. Aha, gözəl, əla, var, kifayət qədər var. Mən başa düşdüm ki, yəni adam özünü 20 ildən sonra da olsa nə qədər təkrar edə bilər ki, yəni özünü bir dəfə təkrar eləmişəm də artıq, soft rockdan keçmişəm, akustik versiya yaratmışam. Və düşündüm ki, 3-cü versiya tam fərqli və maraqlı bir yanaşma olmalıdır. Və ladı dəyişdim. Məhəbbət payımın bəndinə və nəqarətinə fikir versəz, düşəndə yadıma sənli günlərim, sinəmdə əsrətdən ocaq qalanır. Bənd major. Xəyalım dolanır başımda mənim. Nəqarət isə minordur. Mən elədim, yerlərini dəyişdim. Majoru minor elədim. Başına oyun açmışam mən. Minoru da major elədim. İndi ladı dəyişmişəm. Axı, köhnə qarmoniyalar uyğun gəlmir ora. Ladı dəyişdim, vəziyyət əhval-ruhiyyə dəyişir. Qarmoniyaları da dəyişdik. Sağ olsun, Natiq müşayiət eləyir orada mənə piyanist. Yaxşı, ladı da dəyişdik, qarmoniyaları da dəyişdik. Köhnə kanta da uyğun gəlmir axı ora. Dəyişib, hər şey dəyişib. Kantanı da dəyişdim. Elimi ki, az qala təzədən bəstələdim də, az qala. Amma ölçüləri və bölgünü saxlamaq şərti ilə, notların uzunluğunu falan saxlamaq şərti ilə. Heç nə, mahnının başına oyun açandan sonra göndərdim Vüqara. İndi əsirəm. Çünki mən bilirəm müəllif olmaq nə deməkdir. Mən özüm də mahnı yazıram. Mən bəstəkar deyiləm, amma bilirsiniz, El Yaradıcılıq Mərkəzi adlı mərkəzimiz var. Orada tələbələrimiz var, yetişdiririk, ulduz yetişdiririk. Lazım olanda onlara kömək məqsədi ilə mən bunu edirəm. Lazımdır söz yazıram, lazımdır musiqi bəstələyirəm, lazımdır klip çəkirəm. Nə bacarıramsa o cür öz uşaqlarıma kömək eləyirəm. Atdım Vüqara. İndi gözləyirəm ki, dedim, ay Allah, bəni indi biabır eləyəcəkdir. Deyəcək, bu nə oyunda açmışsan sən mənim mahnımın başına? Mənə səs atdı. Səsdə deyir ki, təbrik edirəm. Artıq sən mənimlə həm müəllifsən. Yəni bunu əsl kollega, əsl musiqiçi, əsl bəstəkar, əsl sənətkar deyə bilərdi yalnız. Ona görə də çox sağ ol Vüqar. Xəyalım major dolanır başımda mənim səni harda gəzir, harda arayım. Bu sevib, sevilən yaşımda mənim Tanrıdan bu durumu məhəbbət payım, xəyalım dolanır başımda mənim səni harda gəzir, hardayım. Bir çox sənətçi müəyyən yaş dövründən sonra sənətdən uzaqlaşır. Bəs siz nə vaxtsa düşünmüsünüz sənətdən uzaqlaşmağı, yoxsa musiqi siz üçün ömürlükdür? Çətinlik çəkəcəm o suala cavab verməyə. Allah rəhmət eləsin bütün böyük sənətkarlarımıza. İlhamə xanımın müsahibələri yadıma düşür. Allah rəhmət eləsin, qəni həmişə deyirdi ki, nə? Mən ölməyəcəm. Nə bilim, bilirsiniz, artıq bəlli bir yaş var, 45. Və istər inan, istər inanma, hiss edirəm, mənim hiss elədiyim odur ki, mən artıq həyatımın bir növ yarısını yaşamışam. Bilmirəm, Allah mənə nə qədər ömür yazıb, bundan sonra 5 gün mü yaşayacağım, 5 il mi, 5 ay mı, onu bir dənə Allah bilir. Mən artıq yalan olması bir 6 il, 40 yaşımdan sonra hardasa bir son 5-6 ili artıq tələsməyə başlamışam.
tez tələsirəm. Aya bir mahnı, 2 ayda bir klip, artıq aya 2 mahnı, 2 proyekt, onunla duet, bununla tələsirəm. Niyə tələsirəm özüm də bilmirəm. Nəyə tələsirəm özüm də bilmirəm, amma qəribə bir içəridə bir dənə elə bir ki, orada bir bioritm, bir saat işə düşüb, o məni belə yönləndirir. Elə, bunu da elə, bunu da elə, onu da elə, bunu da elə. Nə qədər enerji var, potensial var, eləyirəm. Amma harda qırıldı da. Nə bilim, hara qədər gedəcək bilmirəm. Elnarə xanım, sizi burada gördüyümüzə görə çox şadıq bütün auditoriya olaraq. Çox təşəkkür edirəm. Və sualım ondan ibarətdir ki, bütün dünya estradası və yaxud da Azərbaycan estradasında nəzərə alaraq cavab verə bilərsiniz. Bir nəfərlə axşam yeməyi yemək şansınız olsaydı və bu zaman ona istədiyiniz bütün sualları yönləndirmə şansınız da olsaydı, bu kim olardı? Oy, nə maraqlı sualdır. Heç bu haqda düşünməmişdim. Allah rəhmət edəsin. Yəqin ki, Michael Jackson sağ olsaydı onunla eləyərdim. O mənim uşaqlıqdan kumirimdir də. Yəni mən onun bütün mahnılarını əzbər bilirəm. Soft rocklarını çox sevirəm. Hətta onun bir mahnısı var. You're not alone. I'm here with you. Don't you far away. Coviddən sonra söz yadımda qalmır. Onu 19 yaşımda sözlərini tərcümə eləmişdim Azərbaycanca. O sevgimlə. Bir gündə keçdi hələ tənhayam, necə olur ki səndən ayrıyam. Sən məni tərk etdin, sən getməli oldun, heç başa açmıram, niyə belə oldu? Verilişimizin qaydalarına uyğun olaraq sizin də fanatlarınıza 3 sual vermək haqqınız var. O sualları kimə verməyi özünüz seçin. Mən istəyirəm, bayaq burada sual verdim. Dedim, musiqiçilər varmı? Uşaqlar əl qaldırdılar. Kim var burada aranızda vokalçı? Bəlkə var. Bəlkə mahnı oxumaq istəyən yenə varsa oxuyaq bir yerdə. Var? Aha, tapdım birini. Sualınız varmı həmin iştirakçıya? Sual verirəm ki, mənlə duet oxuyarsan. Bəli, sevə-sevə oxuyaram. Bir səs oxu. Pəncərəndə, sənin bağlı pəncərəndə sosların həsrətdən hiss alıbdır. Üzünü gərgin tutursan, məni görəndə gözlərinə həsrət qalıbdır. Alqışlayaq. Və ikinci sualınız Elnarə xanım. Həsrətdən hiss alıbdır. İkinci iştirakçı və ikinci sualınız. Əgər siz Vüqar Cəmalzadənin tələbələrisinizsə, ondan ilham alıb hər hansı bir musiqi bəstələmişsinizmi nə vaxtsa və yaxud da ki, ifa etməyə cəhd etmişsinizmi? Sualım budur. Biz bəstəkarlıq fakultativ kimi gedirik Vüqar müəllimin yanına və biz proqrama uyğun olaraq əsər bəstələməliyik. Yəni siz partitura yazırsınız da bildiyimiz notla filan. Bəli. Klassik əsərlər bəstələyibşik. Simfoniyalar filan. Hələ ki kiçik əsərlər, çünki təzə başlayıbşıq fakultativ kimi. Yeri gəlmişkən çox arzumdur mənim o. Baxmayaraq ki, not bilirəm, amma səbrim çatmır, hövsələm çatmır. Oturum onu qələmə alım, yəni yazdıqlarımı. Bəlkə haçansa elədim, bilmirəm. Bəlkə gəldim sizin yanınıza. Siz də mənə öyrədərsiniz. Baş üstə. Təki gəlin. Və Elnarə xanım, üçüncü sualınız. Ki, mənə sual verək, deyən. Niyə üzvü gizlədirsə? Deməli belə. Röya özü göndərib səni bura, yoxsa özün gəlmirsən. Yox, amma bir fanat olaraq sizin haqqınızda hər şeyi bilirəm və bunu da dəqiqləşdirdiyimə görə məmnun oldum sizdən. Can, çox sağ ol, zarafat idi. Və Elnarə xanım, Ay bəli. tamaşaçılarınızla sağollaşmaq vaxtıdır. Mənim əzizlərim, çox sağ olun. Dəyərli vaxtınızı sərf elədiniz, əziyyət çəkdiniz, çox sağ olun. Əziyyətinizi halal edin, vaxtınızı sərf elədiniz. Amma elə bilirəm ki, bu təkcə bir veriliş olmadı sizin üçün. Bu bir növ bir yanılmasın, bir 45 dəqiqəlik mühazirə kimi səsləndi az qala. Yəni, musiqi ədəbiyyatından tutmuş, bildiyim, öyrəndiyim nə var idisə, hamısını sizinlə paylaşdım mən. Əstəğfurullah, mənim burada heç kəsə dərs demək niyyətim yox idi, amma biz burada təcrübələrimizi paylaşdıq. Siz mənlə, mən də sizinlə. Mən demək istəyirəm ki, mən çox sevinirəm. Bugün çox şadam ki, sizin timsalınızda, sizin kimi ağıllı,
savadlı, istedadlı. Yəni mən baxıram, suallara baxıram, üzlərə baxıram, simalara baxıram və oxuyuram sizi. Yəni mən bilirəm sizin qabınızda nə var. Çox sevinirəm ki, bu cür intellektual gəncliyimiz var və bu o deməkdir ki, bizim elədiklərimiz mən boşa eləmirəm bunu. Bu o deməkdir ki, mən bunu sizin üçün edirəm. Əslində biz bunu sizin üçün edirik. Görüşünüzə, iştirakçınıza görə çox sağ olun. Siz də sağ olun. Gözlərinə çəkinirsən Ay qız oya O axı sevmir səni Xanımlar və cənablar, sonda diqqətinizə çatdırmaq istəyirəm ki, bugünkü qəhrəmanımızın verilən sualların heç birinə etirazı olmadı. Amma Elnarə xanım, sonda mənim də sizə sualım var. Hansı sualı eşitmək istəyirdiniz, amma vermədilər? İstəyirdim eşitmək, mənə desinlər ki, neçə kiloqramsınız, boyunuz nə qədərdir. Mən də danışım, deyim ki, 55 kiloqramla fit görsənməyə nə var ki? Bacarırsınız mənim kimi bu çəkidə fit görsənin. Və sonda Elnarə xanım, verilişimizin yenidən qonağı olmaq istərdinizmi? Əlbəttə istəyirəm. Xahiş edirəm, ikinci sezonda bir dəfə də məni çağırın. Bir damcı səndən ötəri Və indi də auditoriya iştirakçılarından soruşmaq istəyirəm. Səsə qoyun. Dostlar, verilişimizin qəhrəmanı Elnarə Xəlilova sizinlə bugünkü görüşdə səmimidir. Hədiyyələr əl qaldırsın. Bəs o qədər də səmimi deyildi deyənlər necə? Var. İştirakınıza görə təşəkkür edirik.